Müstəqil jurnalistika Azərbaycanda həmişə gizli fəaliyyət olub. Bu elə milli mətbuat var olan gündən belədir. Bizi gizli fəaliyyətdə ittiham edən siz unudursunuz ki, bu ölkənin himnini bəstələyən, həm də publisist, redaktor olan Üzeyir Hacıbəyli mətbuatda 67 gizli imza ilə məqalə yazmalı olub. Bu, doğru sözə dözümsüz olan hökumətlərin təzyiqindən qorunmaq üçün idi. Üzeyir bəy gizli imzalarla Stalin rejiminin repressiyasından qoruna bildi. Amma bu dövrdə yaşasaydı, çətin ki, İlham Əliyevin kütləvi həbslərindən yan keçə bilərdi. Azərbaycan adsız jurnalistlər ölkəsidir. Yazdığı məqalə, araşdırma, təhlillərə, hazırladığı video materiallara fəxrlə öz adını yaza bilməyən jurnalistlərin ölkəsi. O jurnalistlər ki, ancaq həbslərindən sonra adları cəmiyyətə məlum olur. Yazdıqları xəbərlərlə yox, həbs xəbərləri ilə tanınırlar. Müstəqil jurnalistika həmişə qaçaq fəaliyyət olub, qaçaqmalçı yox. Bu ölkənin azad jurnalistləri addımlarını atanda yan-yörələrinə baxıblar ki, bəlkə izlənilik. Telefonla danışanda ehtiyatlı olublar ki, bəlkə dinlənilik. Zirzəmilərdə və ya kirayə evlərdə işləməyə məcbur qalıblar. Çəkilişlərdə belə özlərindən çox kameralarını qoruyublar ki, doğruları insanlara ötürə bilsinlər. Hökumətin qorxduğu, bizim isə qorumaq istədiyimiz doğru xəbər olub. İstintaq materiallarında abzatçılara qarşı əməliyyatın mötəbər mənbənin məlumatı əsasında başladıldığı yazılır. Bəs kimdir o mötəbər? İstintaq orqanı, məhkəmə də o adı bizə açıqlamaqdan imtina etdi. Amma biz o adı bilirik. O mötəbər mənbə Prezident İlham Əliyevdir. Çünki araşdırdığımız korrupsiya cinayətləri ona və yaxın çevrəsinə toxunurdu. Əvvəl korrupsiya ittihamlarına Qarabağ boyda dərdimiz var, ondan danışın deyən partiyadaşları, Qarabağın yenidən qurma işlərində baş verən korrupsiya cinayətlərini aşkara çıxardığımız vaxt Qarabağ boyda problemimiz həll olunub, xırdaçılıq etməyin deyirlər. Biz azad media təmsilçiləriyik. O nəsil ki, jurnalistikaya Elmar Hüseynovun tənqidi məqalələrinə görə elə qapısının ağzındaca güllələnib öldürüldüyü xəbəri ilə başlayıb. İndi eyni hökumət bizi həbslə qorxudacağını düşünür. Ölümü gözəl alanların həbsdən nə qorxusu? İşin Kekalov hissəsində simvolik bir rəqəm var. 1984. Bu, onun evindən qanunsuz götürülən cihazlardan birinin şifrəsi olub. George Orwellin 1984 əsərini oxuyan hər kəs, orada təsvir olunan idarəçiliklə Azərbaycanda hazırda olan idarəçilik arasında xeyli oxşarlıq tapa bilər. Hər yerdə güdüldüyünü hiss edən, şəxsi həyatının olmadığı, qorxu içində yaşayan, hər gün lüğətindən bir söz əskilən, danışmağa icazəli söz tapmayan bir toplumun şifrəsidir 1984. Təcridxananın demək olar ki, hər mərtəbəsində jurnalistlər həbs çəkdiyi vaxt ironik bir hadisə baş verir. İlham Əliyev Həsən bəy Zərdabinin əsasını qoyduğu milli mətbuatın 150 illiyinin təntənəli keçirilməsi ilə bağlı sərəncam imzalayır. Ola bilər bütün azad jurnalistləri həbs etdirəndən, mediaları qapalandan sonra Əliyevin təntənəyə ehtiyacı var. Düşünür ki, azad mətbuatı dəfn edib, üstündə təntənəli qəbrüstü nitq söyləyəcək. Amma unudur ki, Zərdabi Əkinçi qəzetini yaradanda hələ Azərbaycan adlı dövlət yox idi. Mətbuatı dövlətindən əvvəl yaranan bir ölkədə hakimiyyətdə kim olursa olsun, bu məmləkətin azad jurnalistlərini sustura bilməyəcək. Proses boyunca sizə hörmətli hakim deyə müraciət etməyimizi istədiniz, amma buna nail olmadınız. Çünki hörmətli hakim olmaq üçün ədalətli olmaq lazımdır. Ədalətli olmaq üçün isə azad. Axı azadlıq həm də əxlaq məsələsidir. Azad olmayan insan əxlaqlı ola bilmir. Ümid edirəm nə vaxtsa daxilinizdə hördüyünüz həbs divarlarını uçurub azadlığa çıxarsınız. Biz isə onsuz da azadıq.